Yenə də hər ehtimal var. Deməli, R bir dənə nöqtəni saat əqrəbi istiqamətində neyini yuxarıya qaldırır. S isə nöqtə ilə işi olmur, sadəcə gül şəkli qoyur ortaya, düzdür? Mənim nəticə etibarilə baxıram ki, gül özünü əymiş formadadır və nöqtəm buradadır. Amma nöqtə hardaydı? Aşağıdaydı. Deməli, nöqtə bir dəfə bura qalxıb, bir dəfə də bura gedibdir. Deməli, iki dəfə nöqtə hərəkət eləyibdir. Deməli, mənim R-ya iki dəfə ehtiyacım olacaq. Və gül S-dən bir dənə olacaq. Çünki gül bir dənə olsa bəsdir. Sadəcə gül əyilmiş vəziyyətdədir. Tutalım ki, R-nı qoydum. Bu nöqtəm gəldi, bura düşdü bu şəkildə. Düzdür? S şəklini qoyanda nöqtə ilə işim yoxdur. S-i qoydum. Nöqtə ilə işim yoxdur, çünki nöqtəni sabit saxlayır. Sadəcə olaraq gül qoyur bura. Gül qoyur. Gülü qoydu belə S-də, düzdür, S hərfində. Növbəti dəfə R-nı qoyuram ki, bax bu nöqtə var da, burada duran nöqtə gəlsin, bura düşsün. Nöqtəni bura qoydum. Hə ki, amma R fırlatdığı üçün avtomatik mənim gülüm də fırlanmış olacaq. R fırladır da axı saat əqrəbi istiqamətində 90 dərəcə. Mənim gülüm düşəcək bura. Deməli R, S, R. B variantı olacaq. Aydın oldu?